Məmur özbaşınalığı. Bəli, eynən məmur özbaşınalığı. Hər bir Azərbaycan vətəndaşı öz həyatında mütləq məmur özbaşınalığı ilə rastlaşır. Çünki Azərbaycanda məmur özbaşınalığı ən aktual problemlərdən biridir. Eynən Masallı rayonunda olduğu kimi. Bu adam Masallı rayonunun Kolatan Bələdiyyəsinin sədri Rauf Cəbiyevdir. Baxın, görün vətəndaşlar necə danışır. Vətəndaşı təhqir edir, onu alçaldır, onunla köylək kimi davranır. Bu hələ bələdiyyə sədridir. İndi görün, daha yuxarı instansiyalarda, rəhbər vəzifələrdə oturan məmurlar vətəndaşlara necə davranırlar. Təsəvvürünüzə gətirdiniz? Bəli, bu Azərbaycanda aradan qaldırılmalı olan ən birinci problemdir. Məmur özbaşınalığı. Hətta ölkə prezidenti belə 2 gün bundan öncə icra başçılarının təyinatı zamanı bu haqda danışmışdı. Məncə, gec və ya tez bu mütləq aradan qalxmalıdır, qalxacaq da.